Müasir ofis binaları şüşədən tikilsə də, içindəki qanunlar daş dövründən qalır. Əgər iş yerinizdə professionallıq yox, kimin kimə yaxın olduğu daha vacibdirsə, təbrik edirəm. Siz hansısa bir şirkətdə işləmirsiniz, korporativ meşədə işləyirsiniz. Bu meşədə ovçu da, şikar da eyni masada oturur. Torba tikənlər bu cür iş yerlərinin mühəndisləridir. Onlar iş üzərindən yox, sizin səhvləriniz üzərindən işləyirlər. Sizinlə kofe içib uğurlarınıza gülümsəyərkən, arxada rəhbərin qulağına pıçıldayacaqları amma ilə başlayan cümləni qururlar. Onların əsl silahları faktlar deyil, manipulyasiyadır. Bu şəxslər sizin 10 düzünüzü bir səhvinizlə silmək üçün puskuda gözləyən çaqqallardır. Yaltaqlıq isə meşə qanunları ilə idarə olunan bu kimi yerlərdə sağ qalma mexanizmidir. Professional işçi nəticə, yaltaq isə təəssürat satır. Rəhbər şəxs öz egosunu iş yerinin mənfəətindən üstün tutarsa, ətrafına mütəxəssislər yox, hər sözünə bəli deyən girənləri toplayır. Bu sistemdə ləyaqət ölüb. Bu sistemdə güclü olanın deyil, girənlərin və yaltaqların sözü keçir. Yadda saxlayın, şir yaltaqlıq etmir, pələng torba tikmir. Əgər sağ qalmaq üçün xarakterinizi itirməlisinizsə, o meşəni yandırın. Və bu videonu kimə göndərməli olacağınızı yaxşı bilirsiniz. Səhv deyirəm. Düşünməyə 59 saniyəniz var. Rica edirəm ki, videoları bəyənib səhifəni təqib edəsiniz.